Selamünaleyküm. Qazi Dadaşov Süleyman Səlyan rayonu Qaraçala qəsəbəsindən Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qəbirləri nurla dolsun. İstəyir 1-ci Qarabağ döyüşdə, istəyir aprel döyüşdə, istəyir 44 günlükdə. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, yaxınlarına səbir versin. Və Allah cəmi qazilərimizə şəfa versin, döyüşlərimizə can sağlayıb. Və Cənab Prezident, sizə müraciət edirəm, qadanlarım, bax. Məhər şərləyirlər. Qalmışam giriz, adamım yox, dayım yox, yetim oğlanam. Belə ki, bu da mənim döyüş yollarımın ifadələridir. Şəxsən Nazirlər Kabinetə verildi, bu istənilib babam daha. Bunu yaxın edin, oxuyun. Bu erməniləri, o zabitləri başqa millət. Qara millətini mən öldürmüşəm, mən öldürdüm. Ermənilərin atasına promoyot qoymuşam. Yəni ki, onlar məndən incili olmalıdır, bəli. Baxın. Bu mənim döyüş yollarımdır. Yaxından oxuyun, bu mənim döyüş yollarımdır. Bu da ki, mənə özləri yazdılar, mənə, yəni ki, ölümcül, neçənci il, bir neçə il bunlar, 2 il, 3 il, mən doğramışdım boğazımı. 4 dəqiqə həyatıma qalmışdı, sağ olsun, Semaş həkimləri qutardım, tiklərə də, damarları. İndi bax, Cənab Prezident, Meyvan xanım Əliyeva, Leyla xanım Əliyeva, Heydər Qaqa, Cənab Baş Prokuror, Cənab Baş İstintaq İdarəsi. Sonra Cənab Vilayət Elvazov, gör, nə deyirəm, mənə bax, bunu elətdiriblər, həmər günü tikməsidilər, baba bu daha. Bunu o dəfə mənim qolumu qısmı qatlayıb aparanda qayıdıb gəlib kəsmişəm. Onlar mənə anlatdılar ki, şeydir, yəni ki, anamın yanında mənim qolumu qısmı qatladılar, apardılar ki, rəis görməsi yaxşı deyil. Anlatdılar belə, hələ həmin o mənə buradan götürən, baş müstəntiq deyilən, sayılan şey, Rəsulatda şəhər. Apardı ora gedən kimi yığışdılar polislər hamısı, gətirdilər mənim onun otağına. Bax, Cənab Prezident, bu da dünən tikilib. Təzə kəsdirimdir. Bax, biri yuxarıda deyil, onu azaltmışam. Qolumu qısmı qatladılar, qoymadılar özümü öldürməyə. Bax, bu da təzədir. Təzə tikiblər, bu tikişini dünən açdılar. Damarlarımı burada tikdilər, damarlarımı tikməsidilər, həmən gün öləcəkdim. Bax, bunu gətirirlər başımıza Azərbaycan Respublikasında bunlar. Cənab Prezident, Cənab Baş Prokuror. Anam bax, böylədir. Mama bir də və dur, səsi də eşitsinlər. Həmən bundan qabaqçı, haçan olub o, bilməm, bir aydır, təxminən, hansı, bayram günləri idi, bayram günləri idi, o mart bayramı idi, Fuxarno idi. Anamın yanında baş müstəntiq polislərlə bir yerdə. Dedi ki, ərizə yaz, şərəfsiz olar o, dedi ki, ərizə yazılan ki, olmayan şey mədidir yazgına. Ərizə yazgına ki, şeydir, sən kabinetdə oturmuşsan, vətən kabinetdə, o kənd səvəti Yaşar gəlib, üzbörü sənlə oturub, şeydir, sən orada sporlaşıb, oradan ora. Ondan sonra sporlaşıb. Elə bir şey zad olmuyor. Mən uşaqlar var, hamısı şahiddir. Bax, anamın yanında dedi, o ifadəni mən verim, dedim, eşitirsən, mən kabinetdə oturanda heç kimlə şey eləmiş, heç kimlə oturub, mən bilmirdim o oradadır. Koridora çıxdım, uşaqlar hamısı var, hamısı mənə yadıma salır. Hüquqşünaslar var, savadlı adamlar var. Mənə yenə də nə ittiham aktı verirlər, cəmaat tanış olsun, məhkəməli eləsinlər. Xəstəliyimdən, əsəbiyimdən istifadə edirlər. Mən də istəyəndə ancaq özümü doğrayıram. Heç kimi heç nə eləmirəm. Mən heç kimi heç nə eləməmişəm. Mənə şərləyirlər, bax yenə də. Birinci şərlədikləri 8 ay aclıq elədim. 5 dəfə özümü kəsdim, doğradım. Hamısı orada yazılıb. Hamısı qeydiyyatdadır. 5 dəfə özümü kəsdim, doğradım. Tim məntəqələrində 35 də, 20 də psixi dərmandan, 10 dənə aşağısı 15 də yuxu dərmanından. Balaca belə sarı dərmanlar idi. Birinci dərman aldım, 2 gün yatdım, mən onun içirdim onu.
Eləməyə saxlayıblar tibb məntəqələrində. Eləməyə saxlayıblar. Əziyyətlər veriblər. O şərlə mənə özümü kəsib doğratdırıblar. Bu da təzə elədiklərimdir. Bax, buna görə, bu işə görə mənə şər atırlar. Mənim sübutlarım var. O mənə şər yadıma düşməmişdi. Olar. Mənə şər atırlar. Mən gedən mənə hüquqşünasə marağına ittiham haqqında deyil, mənə vermirlər. Gedim maraqlandan, biz verə bilmərik. Müstəntiq, baş müstəntiq Rəsul və Orxan deyir ki, biz sizə onları verə bilmərik. Bunlar sənətdir. Və mənə orada bunlar cinayət çatıblar. Güya mən nə söyləmişəm. Və mən hüquqşünasə deyib, bəs mən ona tanış olmalıyam. Nə onunla mən? Tanış olmalıyam mən. Cənab Prezident. Cənab Prezident, Cənab Baş Prokuror. Şərliyirlər mənə. De anam ama sen yanında dedi Resul burada. Yalvarırdı, özünü söylürdü. Nə uğraşdan belə dedi özünə ki, valla Allah'ın olsun sen xeylədir. Belə ifadə edir. Ama elə bir şey olmaya bakır, o ifadeyi mən verir. Mən yalan niye danışım? Cənab Prezident, Cənab Baş Prokuror, bax, hemen o bayram günleriydi. Fıxarno idi. Ha? Fıxarno idi. Gəldilər, baskın edilər evə, qol qismi qatladılar, apardılar şöbəyəmə, mamama dedilər ki, mama elə dedilər, səsimi çıxardan qoy işçisinlər, elə belə boş-boşuna danışır. Bir səs olan şey danışdır, nə bil? Nə deyirlər ki, mənə? Müstəntiq burada Rəsul demədi ki, bu ərziyə yaz, sən kabinetdə oturmuşsan, Yaşar da sənə üzböz olub, oradan nəsə deyib, sən beləncə elə şeylər deyib, amma mən elə şey yazmayacam. Cənab Prezident, burada mənə yalvardı, özünü söylürdü. Mənim qolumu qismi sonra qatladılar, apardılar polis məntəqəsinə. Anam da var burada. Dedilər ki, xala, şərəfsiz olaraq yalan deyirsə, rəis yaxşıdır, rəis qəbul edəməsi, bu gelmir. Qolumu qismi qatladılar, apardılar mənə Səryan polisinə. Heç kim mənə qəbul edəmədi. Elə mən Rəsul, bura gələm, mənim qolumu qismi qatlatdırıb götürəm. Orada öz otağında mənə qəbul edib, polislər yığdı başıma, kapitan, mayor, serjantlar, elə bir ki, adam öldürmüşəm, hissad eləməmişəm, mən hissad eləməmişəm, mən hissənmişəm, o da mən hissənə bir ani Məhəmməd gəlir gedir. Cənab Prezident, Cənab Baş Prokuror, üzülü bugün, mən beləncə beynim dolu olanda beləncə özümü saxlaya bilməyəm. Mənə şər edirlər. Yığışlar başıma orada, Rəsulun otağında. Bu bıçağı, 8 kilo kağız atıb bunlar. Mən bilməm, hər şey olsa ki, mən nə qalmışam, amma qolda təkdirirsiniz mənə. Mən hesad eləməmişəm, Cənab Prezident. Hesad eləməmişəm, mən bezdiriblər. Gətirdi, yaxşı, bu 3 dənəyə qol çək, görürsən, bax, qısa-qısa yazılan şeylərdir, dedi. Bax, beləncə, şərəfsiz olan yalan deyəmsə, və belə qısa-qısa şeylərdir, bax, beləncə. Buna qol çək, valla sən falan şeydir, nə beləncə, odur, budur, beləncə, orada özlərini söydülər, belə, uğraşdan belə dedilər ki, əgər sən alladırıqsa, qol çək, atıram WhatsApp-a. O beyrək var, bizim kəndin uçası qolbisi olub, indi əməliyyat, yağın mənə əziyyət verirlər, ona görə ona əməliyyatı zad veriblər. Hə. Telefonu getdi, nömrəyə götürdü, WhatsApp-ma, attım WhatsApp-a. 3 dənə kağızın hamısı atdı, tələsirik, bizi orada gözləyirlər, bizi burada gözləyirlər. Belə sözlər, işimiz var, vaxtımız var, səhərdə bizi gözləyirlər. Belə bir şeylər elədi, belə bir şeylər dedilər, atdılar WhatsApp-ma. Mən qol çəkdim ona. Ama o kısa yazılan 3 dənə kağıza qol çəkdim. Evə gəldim ki, sevincək WhatsApp-a açım, oxuyum, görüm nə yazıb. WhatsApp-da heç zad atmayıblar. Atıblar, siliblər. Alladıblar mənə. Həmən BRG zəng vurdum. Ürəyim partlayır, təsəvvürürsünüz. Yenə də mənə allatdılar, yenə də qol çəkdilər. Mən ürəyim partlayır. Mən xalq ədalət alsan olacaq. Mən başım çıxmır. Həmişə elə, hər dəfə mən heç vaxt cinayət eləməmişəm. O bursunu da sübut edirəm hamısın. Şahidlərim var. Gəldim, WhatsApp açdım, gördüm ki, alladım mən. Zəng vurdum, BRG. Bəs nə dedin, atmış, hadi. Deyən bir dənə bağlanım, ora-bura çıxdı, getdi, telefon bağladı. Zəng vurdum, açmadı. Açmadı, mən də ürəyim partlayırdı. Götürdüm, xitlərimi üzdüm buradan. Bax, bunu elədim.
Bax, bunu elədim. Onda bunu elədim. Doğradım. Həmən günü Səryan həkimi boğazımı tikəndə damarlarımı tikdi içərdən. Dedilər ki, bugün belə qalsaydın, sən axşama kimi öləcəkdin. O mesela yaman güne düşmüşəm, ayaqlayıb çöpə dönmüşdüm. İndi sigareti arağa atmışdım cənab prezident. Düz hansı keçən ayın neçəsindən atmışdım. Ama hansı gün idi o? Bir iki üç gün bundan qalıb olan məqqatlayıb aparanda bunu kəsəndə getdim, apardılar məni, qayıtdım, gəldim. Ne danışacağım? Bir elimden sıktı. Qayıtdım, gəldim. O kağızları qol çəkdirdilər mənə, allatdılar. Uğraşdan belə dedilər özlərinə. Mən dedim, bu zırost adamlardır. Yəni ki, böyük vəfsəli şəxsdir. Durub indi o boyda söyüb, yalan danışacaq. Eybi yox, eybi yox. Gəldim, gördüm, alladılar mənə, cənab prezident. Götürdüm lezba, xitlərimi üzdüm. Damarlarımız adımı kəsdim hamısını. Skor apardı Səryana. Gedmək istəmirdim. Xatə xanımla psixi dərmanlarımı almaq üçün. Deyirlər, oradadır, gedələ dərmanlar olur. Bir də baxaq, elə belə baxaq. Bakaz o damarları da kəsmişəm, tikmək lazımdır. Ciddi şeydir. Apardılar bu tikdilər damarları da hamısını. Qayıtdım, gəldim. Mənə orada məcbur edir ki, izahat ver ki, sən bizə pisliyiz. İzahat ver ki, sənin bizdən heç bir şikayətin yoxdur. Dedim, mən izahat verməyəcəm. Polisə də mənə çağırmıyorum. Cənab prezident, bax, mənə qurma şər atırlar. Mənə harasa kağız gələcək, getməyəcəm. Hansısa polis qapıma gəldi, qapıdan bir deyək içəriyə girsin, furaşkasını görüb özümü öldürürəm. Daha ki, bıçağı soxub buradan çıxaracam. Bəsdir, bezdirdilər mənə. Bezdirdilər mənə. Mənə bezdirdilər bunlar. Mənə bezdirdilər bunlar. Mən nəfəs almalıdır, hə? İsən gəldilər, İsən Hasan idi. Bir iki gün, bilmem neçə gündür bundan qabaq. 2 gündür, 3 gündür. Ama hansı gün idi gəlmişlər. Evə hücum çəkdilər. Anamın əlindən bu telefonu vermək istəmirdi anam. Dedim vermə. Qolum burub aldı. Rəsul, şəxsən. Mama elə oldu. Başlayırsınız. Baba burada, şəxsən bak burada. Rəsul deyilən müstəntik, baş müstəntik. Bax, anam baba da xal. Özü görsəl bir də. Özü görsəl bir də. Telefonu, qolum burada, mənə də orada qatlayıblar. Üstümə gəlib düşməmiş, kəsdim, doğradım özümü, attım. Özümü öldürməyə imkan tapamıyorum. Qolumu qısmı qatladılar. Hamısı töküldü. 2 dənə müstəntik gəlibdi anamdan. Cənab prezident, elə bir adam öldürmüşəm. Mən ağarmışam. Yaşar Tuğlu'du ona göre. Mən ağarmışam ki. Mən heç də eləməmişəm. Mən heç də eləməmişəm. Hə. Mənə yaxınlaşmamış, neçə Hasan idi o, hansı gün idi bunlar gəlmişlər olar. Harca bir 2 gün, 3 gün olardı, hə? Hə. Mənə yaxınlaşmağa bilmədilər, attım lezva, boğazımı kəsim, bir dəfə attım, yaxşı düşmə, ikinci möhkəm attım. Sonra gözümü çıxartıb eləmək istəyirdim, lezviyanı kəsib, mən qolumu qısmı qatladılar. Anamın əlindən qatladılar, telefonu aldılar. Görün nə deyirəm, onlar birbaşa mənə qarşı hörmətsizlik elədilər. Mən bunu yerdə qoymayacam, ölümümlə də olmuş olsa, yerdə qoymayacam. Mənə şikayət atırlar. Əvvəlki mənə ilişdirlərində hamısı yadıma düşüb, şahidlər var. Rəzal otda şəxs anamın əlindən, 15 müstəntik deyiləm, telefonu qolum burub alıb, apardı. 2 gün o telefonu mənə vermədi. Anam getdi, cənab prokurora ərizə yazıb o zaten ki, qolumu əzdilər, beləncə gəlib evimizə baskın edirlər, belə şeylər edirlər. Ərizə də verib, apardı prokuraturaya. Telefonu gedib oradan anam götürüb. Telefonumu götürüblər, telefonu mənə vermək istəmirlər, qalıb orada. Niyə görə? Mənim telefonumdur. Mənim telefonumdur. Mən öz adımı almışam. Nağd pulumu verib almışam. Niyə?